Hörmətli sahibkarlar, əgər qida sahəsində fəaliyyət göstərirsinizsə, bu məlumat sizin üçün mühüm əhəmiyyət daşıyır. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu AZS ISO 22000-2022 standartı üzrə sertifikatlaşdırma həyata keçirir. Bu sertifikatlaşdırma ISO 17021 standartı əsasında aparılır və qida təhlükəsizliyi idarəetmə sistemlərinin beynəlxalq tələblərə uyğunluğunu təsdiqləyir. Sertifikatlaşdırma prosesi 4 mərhələdən ibarətdir. Müraciət və sənədlərin təqdim olunması, təhlil və qiymət təklifi, audit və obyekt qiymətləndirməsi və sertifikatlaşdırma qərarı. Əgər müəssisəniz standartın tələblərinə cavab verirsə, 3 illik uyğunluq sertifikatı təqdim olunur və illik nəzarət auditləri ilə sistemin davamlı uyğunluğu təmin edilir. ISO 22000-2022 sertifikatı ilə müəssisənizin bazar mövqeyi güclənir, istehlakçı etimadı artır, yeni ixrac imkanları açılır. Daha ətraflı məlumat üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəsmi internet səhifəsinə daxil ola bilərsiniz. Qida təhlükəsizliyi seçim deyil, məsuliyyətdir. Bu məsuliyyətin beynəlxalq səviyyədə təsdiqi isə artıq mümkündür.